Ramazan evde geçecek. Eğer size ihtiyaç yoksa bizim uşaqlar mesela sertifikat için bu tədbirə qatılmağa hazırdılar. Bir sertifikat olsun ki, gələcəkdə müxtəlif yerdə qatılmaq üçün yaxşıdır. Və sonunda gəlirlər, o ikisi dəfə olduğu kimi naharımız olacaq, amma nahar əvvəl çox getməyəcək, yaxın məsafədədir. Biraz da belə menüsü fərqlidir. Buyur, başlayalım. Hamı salamlayıram. Mən Rizan Gənclər İctimai Birliyinin sədri Toğrul Abbas bəyli. Əvvəla bölgədə üçün hamıza təşəkkür bildirirəm. Və sizi Qurban Bayramı münasibətilə təbrik edirəm. Sizə gözəl bayramlar arzulayıram. Bugünkü tədbirimizin mövzusu Gənclərin İncizli şəhər tədbirləridir. Bildiyiniz kimi bizim bununla bağlı artıq 2 tədbirimiz oldu. Bu bizim 3-cü və son tədbirimizdir. Təşkilat haqqında hər iki tədbirdə məlumat verdim, amma yeni sizə qısa bir məlumat vermək istəyirəm. Təşkilatımız 2007-ci ildə təsis edilmişdir və 7 il yaxın fəaliyyət göstərir. 30-a yaxın layihə həyata keçirilmişik. Layihə mövzularımız müxtəlif olmuşdur. Bunları gənclərin sağlıqlarına təşviqi, gənclərin hüquqlarının öyrədilməsi, eyni zamanda gənc məhkumlara sosial adaptasiyası mövzularında olmuşdur. Mən özüm isə 2024-cü ildə idarə heyətimiz tərəfindən sədr təyin edilmişəm və 2 ildə həyata keçirdiyimiz layihələrdə rəhbər olaraq fəaliyyət göstərilir. Bugünkü mövzumuza gəldikdə isə Gənclərin İncizli şəhər təşəbbüsləri. Bizim buradakı məqsədimiz Bakı, Birəsvar, Saatlı kimi rayonlarda şəhərin ekoloji və inklüziv davamlılığını gətirmək, gənclərin könüllü fəaliyyətini stimullaşdırmaq, eyni zamanda ictimai məkanlara daha təmiz və əlçatan olmasını təmin etmək. Bununla da bağlı biz təbii ki, bir könüllü qrupu yaratmışıq və bu da bizim bu 13-ün əsas istiqamətləri tam uzlaşır. İnklüziv, daha yaşanır bir şəhər, bunlar bu 13-lərə tamamilə uzlaşır. Bu mövzu haqqında daha ətraflı sizə danışacaq, sizin suallarınızı cavablandırmaq üçün 2 dənə ekspertimiz var. Cəmiyyətin İnşaat Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbas bəyli və Biosfer İctimai Birliyinin sədri Qorxmaz İbrahimli. Əvvəl onlara bura gəldikləri üçün çox təşəkkür edirəm. Sözü Qorxmaz İbrahimliyə verirəm. Buyurun Qorxmaz. Buyurulsun sorun. Hamınızı salamlayıram. Hoş gördük. Gəncliyi belə enerjini görəndə adam sevinir, rahat olur. Biz Toğrul bəy dediği kimi gözəl tədbirlər keçirmə, uğurlar diləyirəm, keçirimizin beraber başarılar diləyirəm. Görürəm ki, bu 300'lərə çatdıracaq sayəsiniz. Biosfer İctimai Birliyi haqqında qısaca deyim ki, Biosfer İctimai Birliyi 2003-cü ildə təsis olunub və o gün bugün 12 qədər əvvəl ixtisasçası olaraq olunmalıdır. Hər biraz təbliğ edildik. Yəni heç Biosfer İctimai Birliyinin yaratdığı özünü sağlıqlarında ictimai fəaliyyətdən geri çəkilmirik. Çünki bizim qayəmiz, məqsədimiz insanların yaxşı yaşaması və tək insanların deyil, təbiətlə iç-içə yaxşı yaşanmasıdır. Həm vəhşi təbiətlə, həm normal mədəni təbiətlə bərabər iç-içə yaşamalıdır. Çünki dünya bizim deyil, həm digər canlıların, digər bitkilərindir. Biz onları tək özümüz üçün, öz mənfəətimiz üçün deyil, həyatımızın inkişafı üçün, onların yaşaması üçün də necə deyərlər, sevməliyik, dəyərləndirməliyik. Mən hər dəfə mövzunu dəyişməyə çalışıram, amma yenə də əsas məsələ şəhərlər, megapolislər və megapolislərdə plansızlıq və yaxud da planlılıq. Böyük şəhərlər bilirsiniz ki, müxtəlif səbəblərdən yaranır. Dünyada bugün əhalinin, keçən dəfə də dinləyənlərə dedim, əhalinin yarıdan çoxu bizim kimi ölkələrdə əhalinin böyük bir səsi deyək ki, Abşeron yararlarında. Yəni, əsasən ehtiyac və inkişaf dalıca gedən insanlar şəhərlərə toplanırlar, nəticədə böyük megapolislər yaranırdı və dünyada xüsusən 2-ci Dünya Müharibəsindən sonra böyük bir köç dövrü yaşandı. Bilim insanları və Birləşmiş Millətlər Təşkilatı yarandıqdan sonra bu məsələlər çox analiz olundu və sonunda bu xaotik urbanizasiyanı, xaotik miqrasiyanı nəzərətə götürə bilmək üçün WUF yaradıldı. Dünya urbanizasiya sistemi qurulma
Amma yenə də mən məsələni oraya getirmək istəyirəm ki, şəhər salınarkən çox şeylər nəzərə alınmalıdır. O cümlədən də əsas məqsəd insanların xoşbəxtlik hormonunun aşıb daşması, arzu və xoşbəxtlik hormonunun yüksəlməsi üçün yeganə məsələ insanların psixikasına, psixologiyasına, əsəblərinə, mərkəzinin sisteminə dəstək olmalı. Bu da birinci növbədə arxitekturanın borcudur, şəhərlərin qurucularının borcudur, eyni zamanda hökumətlərin də borcudur. Biz başqa hökumətləri deyilik, özümüzün gözəlimiz Azərbaycan hökumətinin bugünə qədər gördüyü və görəcək işlər inanır ki, siz gənclərin daha uzun, daha sağlıqlı yaşamasına səbəb olacaq. Bir ölkədə, bir şəhərdə vətəndaş nə qədər sağlam olursa, hökumətin, dövlətin sığortaya, başqa işlərə yatırımı azalır, təhsilə, mədəniyyətə yatırımı artır və nəticədə dövlət inkişaf edir. Biz də inanırıq ki, Gənc Azərbaycan dövləti bu yolda inkişaf edir. Bakı şəhəri dünyanın qədim şəhərlərindən biridir, amma Bakının böyüməsinin səbəbkarı qara qızıl dediyimiz, bəzən nə dediyimiz neft yatırımları. Bakı 19-cu əsrdə neft kəşf olundu. Ümumiyyətlə 19-cu əsrin əvvəlində Azərbaycanın bu hissəsinin Rusiya tərəfindən işğalı və sonradan sənayələşmənin yürütməsi və dünyada neftin kəşfi zamanı Azərbaycan nefti ən önündə olub, ən zəngin neft hesablarına malik olub və nə yazır ki, neft çıxarılarkən Bakı şəhəri həm inkişaf edir, amma inkişafla bərabər öz necə deyirlər, havasının çirklənməsinə şahid deyil. Dediyiniz bu yasamaldır, NCS deyilik, Keşkə deyilik, bölgələr, 8-ci kilometr bölgələr, bunlar hamısı vaxtilə heyvanlarlı bölgələr olub və mən də bugünkü təlimimizdə deyək ki, bugünkü çıxışımda bu məsələyə istəyirəm toxunam, çünki insan ömrünün xoşbəxt olması üçün, sağlam olması üçün bunların hamısı şərt. Nədir şərt? Şəhər yaxınlığında kənd təsərrüfatı müəssisələrinin olması. Yəni, istənilən böyük şəhərin yaxınlığında mütləq böyük fermer təsərrüfatları, kənd təsərrüfatı məhsullarını istehsal edən bağlar, meyvələr olmalıdır. Və Bakı şəhərinin ətrafında da vaxtilə bunlar var idi, amma şəhərləşmə istər-istəməz bunların quruldu. Betonlaşma, torpağın bərəkətini qumsal, qumsal torpaq yanı səhra ərazidir. Bunları ortadan qaldırdı. Amma nə baş verdi? Bu səhra ərazisində yaşıllaşma daha əvvəllər olmayıb, müəyyən necə deyərlər, qurumlar da əlbəttə yarandı və bu da şübhəsiz ki, bugünkü gözəl Bakıya müəyyən mənada süs bəzək verdi. Və bu bəzəyin bir tərəfi də neft çıxarılarkən yaranmış o göllərin, deyək ki, bildiyiniz çox göllərin verdiyi zərərlər, uzun illər, xüsusən Sovet hökuməti, Rusiya imperialistinin təsir altında olduğumuz vaxtı bu göllər bizi zəhərlə boğdu. Qara şəhər bizi zəhərlə boğdu. Sənaye bölgələrimiz o qədər düzgün qurulmamışdı. Sumqayıt şəhəri düzgün qurulmamışdı. Ona görə də bizə böyük zərər verdi. İndi hökumətimiz bildiyiniz kimi Qara şəhəri təmiz Nəsil bazarında meyvə satmaq istəyən adam, önce gedir təzə bazarda baxır ki, mahal bazar olar, onu niyə ki, qoysa gəlsin bundan 2 manat aşağı qoysun ki, bazarı işləsin. Yəni, hər bazarın öz alıcısı var. Yəni, birjalarda belə formalaşır. İnsanlar birjalarda qiyməti alır, öz məhsullarını satır. Və bu bazarlar tədricən yox oldu. Böyüyən bazar, şəhər fonunda, betonlaşma fonunda bu bazarlar da yox oldu. Bu bazarlar nə idi? Dediyim kimi, bazarlar həm ünsiyyət idi. Bu hipermarketlər, supermarketlər, nə marketlər soyuq girsən ora, hava sərində istədiyin arabanla alırsan, getirsən. Bir zaman hətta həsir zəmbillər vardı zamanında, həsir zəmbildə indi düşüblər bu naylon paketlər, bu şeylərə qarşı çıxırlar. O zaman həsir zəmbillər vardı, insanlar gedirlər onu doldurur, evlərdən aparırlar. Ama o zəmbili doldurmaq üçün bazara gedirdi, biraz almazlar, hava standından
ərik alıb-satanla danışırdı. Həm ünsiyyət yaranırdı, həm də bazara gələn arda gəlirdi, kənddən gəlirdi, kənddən məhsulunu gətirirdi. Kənddən gələn şəhər mədəniyyəti vardı, şəhər adamı da kənddən gələnin dilini, məhsulunu öyrənirdi, ən azından bir-birindən alır. Yəni bu bir iç-içəliyi idi, cəmiyyətin inkişafına bir dəstək idi. Həm də, məsələn, bugünkü mimarlıqdan hesab edilən olmalıdır, yağışların süzgəc prinsipi ilə geri əmrilməsi təmin olunmalıdır, yağışların rezervarlara axmasını təmin etmək lazımdır. Eyni zamanda həmən bu mədəniyyət davam edilməlidir. Bu olsa çox yaxşı olur. Teşekkür ederim. Sualınız varsa Korkmaz müəllimə verin sual. Biz sadece olarak Korkmaz müəllim bir nefese danışır. Sonra dedik ki biraz fasilə vermeye danışır. Yani biraz hem siz için yoruluyor. Eyni tonda bir adamın hem görünüşünü görmek için verilir. Hem de sesini işitmek. O yüzden biz fasilə verdik ki hem siz için yaxşı olsun hem de mövzunu da değiştirmek. İşte biz bu cür tədbirlərin maraqlı tərəfi odur ki, biz artıq birinci tədbirdən, ikinci tədbirdən sonra birimizi tanıyırıq. Mənəvi tərəflərimizi də bilirik, müsbət tərəflərimizi də bilirik. Bəzi informasiyalar ola bilər təkrarlansın, amma çalışırıq ki, təkrarlanmasın və sizin əldə eləmək istədiyiniz başqa informasiyaları çatdıraq. Və digər tərəfdən də siz müəyyən bir birinci tədbirdə almaq istədiyinizi, müəyyən bir qaranlıq ifadələrinizdə və yaxud da fikrinizi tam çatdıra bilməliyik. Növbəti tədbirdə onları yenidən gündəmə gətirə bilərik. Bugünkü mən sizin də demişdim, başqa mövzu. Bugünkü mövzumuz mənim mövzum, VUF nəticələri və perspektivləri. Bununla bağlı. Siz belə deyək, demək mən həmişə bilirəm ki, sizinlə xoşuna gəlmək tərəfdarıyam ki, interaktiv olsun. VUF-un pavilyonunda, bizim tədbirdə olanlar da olub, başqa tədbirlərdə və sadəcə olaraq ziyarətçi kimi gedənlər də olub. Hamınız olmuşsunuz, yoxsa kimlər olub, səhət qalmışsınız? Olmayanlar var. Yəni, siz ancaq bizim tədbirdə olmuşsunuz. Başqa şey gelmiyorsunuz. Siz olmuşsunuz. Siz nə tədbirinə getmişsiniz, başqa? Yadımdan çıxıb, ben orada kişi yapmışsınız, dəqiqələr İspaniyalıların keçirdiği sesiyalar vardı, bir de Brezilyalıların öz favelolarında danıştığı sesiyalar vardı. Sizdən əlavə getdiyiniz? Hindistanlardan öz... Çox maraqlı Hindistanlar. Bizim şəhərdə şəhərlərin yukarısında danıştığı. Sonra Kenya'da, Afrika şəhərlərində. Pavilyonlarda oldunuz, yoxsa təlimlərdə də iştirak edərdiniz? Sesiyalar. Sesiyalarda da iştirak edərdiniz. Siz bir də siz deyirsiniz. Siz amel etmiştim de demiştim ben. Deyilən də təkrarlarınız. Qarabağdakı infrastrukturuyla, təcrübə dənələr. Elə bir iki tərbəli yerləri biz bir sözü, indi bax, bundan sonra Bakı tərbiyələri tutar. Sizin başqa, bilmirəm, layihə haqqında ətraflı məlumatınız var. Siz bizim komandayıq, bizim yerdə rezonansın komandasınız. Məncə də artıq rezonansın özündə komandasına daxil olduğuna görə bizim deyiləm. Bu sizdə ayrıca bir təlim formalaşır və bu təlimdə siz könüllülər dəstəsidir, komanda yaranırsınız. Amma bundan sonra bizim növbəti ayda, sizlərdə bizim rayonlara səfərimiz olacaq. Daha 2 rayonumuz var, Saatlı və Böyəsi, hər rayonda 2 tədbirimiz olacaq. Orada artıq bizim maarifləndirmə işləri ilə məşğul olacaq. Yəni birbaşa oranın gənclərindən də bu məqsədləri və s. ilə bağlı məlumatlı veriləcək, orada maarifləndirmə işləri olacaq. Yəni bizim olmasın bu tədbirlər. Eyni zamanda, yəni bu cür rayonlarda tədbir keçirən təşkilatlar çoxdur. Rezonans Gənclərin İctimai Birliyi isə sırf gənclərlə işlədiyinə görə gənclərin daha çox fəlsəfəyə cəlb edir və hesab edirəm ki, əslində elə gənclərlə işləmək daha düzgündür. Bu günləri məndən yaşlı
insanların çoxunu heç maraqlandırmır. Bu nədir, kop nədir, o birisi nədir. Yəni onlar öz gündəlik həyatlarını yaşayırlar. Bizim də işimizin bir hissəsi olduğuna görə istəsəyiz bundan maraqlandırılır. Bax, bir neçə gün ərzində bu, mən elə görə soruşdum bunu. Bir neçə gün ərzində bu ölkədə bu təbliğat getdi, informasiya axını, informasiya yəni mətbuatda, kütləvi informasiya vasitələrində çoxlu sayda informasiyalar oldu. Siz bu nəticəsi nə görürsünüz? Nə görürsünüz? Nə əldə elədiniz? Mən istəyirəm ki, sadəcə gəlib burada qeydiyyatdan keçdik gəlməz. Heç olmasa 10% özümüz üçün də yadımızda qalsın. Nə gördünüz? Bununla bağlı. Bizim Kopda iştirak eləmişdik. Kop nə ilə bağlı? Bizə biraz bu tədbirlərin çox olması bir tərəfdən yaxşıdır. Bir digər tərəfdən də həddən artıq çox informasiya, həddən artıq yüklənmə olduğuna görə insanlar yadda da saxlaya bilmir, maraqlarını unudurlar. Mən istəyirəm ki, heç olmasa bu beynəlxalq əhəmiyyətli tədbirdir. Gənclərimiz səhərsi gitməsən, inşallah xarici ölkələrdə olanlarımız var. Siz Rusiyasınız. Sonra. Biz Naxçıvana gelip gelmişik. Siz Naxçıvana. Siz harada? Demek Türkiye'de olmuşam. Yani ümmeti sayılır. Türkiye'de olmuşam, Gürcistan'da olmuşam, İran'da olmuşam, Irak'ta olmuşam, İtalya'da olmuşam. Sen Naxçıvanda olmuşsun. Harada? Kuba? Kuba. Kuba. Sonra kimsiz? Avstriya, Çekiya, İspanya, Ərəbistan Birləşik Ərəb Əmirlikləri, İordaniya, Gürcistan, Türkiyə. Nəyə görə deyirəm? İstənilən halda, bax, turist kimi də keçsəz, siz normal şəkildə bizneslə də keçsəz, turist kimi də keçsəz, işgüzar səfərdə də olsaq, qonaq da keçsəz, siz bu ölkəni təmsil edirsiniz. Xaricdə olan insanlar dərhal sizi maraqlandırırlar. Sizin nə olanı? Mən yəni həmişə insanlar dövlət imkanı mərkəzində soruşlar. Məsələn, tutaq ki, siz hər hansı bir xarici ölkədə olsa, Azərbaycanın nəyinə? Çox sunmaqlar, yeməklər. Doğrudan məsələn, bizim yeməklər çox fərqlidir. Məsələn, bəzən olur ki, gedirsən xarici ölkədə bir neçə gün yeməyə adaptasiya ola bilirsən. Fərqliliyi bilmirəm, biz elə çox fərqlidir. Ama olsa mən əminəm ki, biz orada sonra polis, Kogol'un aktarıcıdır varsa, ilk Türk musikisi Eurovision'da səslənən, o gün təsadüfən qarşıma çıxdı. O qədər mənə ləzzət və baxarsınız, adı da gelir 1 dakika. Sonra çıxarsınız, o qədər gözəl musiqidir və adama ləzzət verir. İndiki musiqilərlə müqayisə edirsən o dövrün musikisi və yaxud da 10 il, 15 il. Məsələn, mən hesab edirəm ki, bizim başladı. Bundan sonra hansı nəticələrlə, hansı sənətlər qəbul olur? Hansı Usta zərəli asılması doğrudan da böyük hadisədir. 6 o da insan geliş gəlişidir, yox. O da insan geliş gəlişidir. Amma quru yoldan geliş gəlişidir. Amma avtobusun yoldan geliş gəlir yoldan gelə bilirsə, sərət keçirsiniz, avtomobil sərət nasıl. Amma avtomobil yoldan geliş gəlişi aslında həyəki gözlərimiz görək inşaatlar var. Buyurun. Oraya da Onu bilsək, həqiqi başqa gelir olardı. Amma mən həm uzun müddət düşünmüşəm. Bax, səmimi deyim ki, uzun müddət səmimi, əgər bu mövzuya bir gəlin bu mövzuda qalsın, əslində qalsın, hamısı urbanizasiya və s. ilə bağlıdır, sənət bağlıdır. Uzun müddət hesab edərkən ki, sənətlərin bu müddətdə qalmağının Azərbaycan dövlətinin yanı yox, yəni müəyyən dövlət. Çünki təhlükəsizlik baxdır. Bilirsiniz, şimal ərazilərinin müxtəlif
uzlaşmalar var, Azərbaycana təsir edən qüvvələr var. Cənubdan İrandan müxtəlif qüvvələr var, təsir edən silahlı toqquşmalar var və s. və s. Məsələn, Rusiyanın özündəki gərginlik, bugünlərin Rusiya vətəndaşlarının axını Gürcüstana və Ermənistana yönəldirir. Siz onu İslam'ın tələblərlə maraqlar var, İslam'ın dövlətlərə xeyri var. Eyni zamanda var, Gürcüstanda biraz vəziyyəti gərginləşdirdi, Ermənistanın özündə vəziyyəti gərginləşdirdi, seçki prosesi. Yəni, bu baxımından bir balaca qısa verəm ki, bu müəyyən dövrlərdə sənədləri bağlı qalmış. Hələ pandemiyadan qoyuram bir kənara, pandemiya bitərindən sonra qoyuram. Təhlükəsizlik baxımından müəyyən dövrlərində onun əhəmiyyəti var. Amma bunun da bir yəqin ki, son həddə olmalıdır, yüksəklərdən açılmalıdır. Xüsusilə də bu, mən əminəm ki, bu qeybətlərin artırılması baxımından təsir edirlər. İnsanların bir-birlərlə qısa, Gürcüstanın ailəsində və İqtisad yaxınlarında olmuşdur. Azərbaycanlılar çox narahat idilər ki, qohumla, məsələn, qohumla əlaqələri kəsilmir, həm hər kəs həyələrdən istifadə edə bilir, həm istifadə eləsə də, təsəvvür edin ki, Qazaxla Marinoğlu qonşu kənd rayonlardır, ondan oraya getmək üçün mütləq Bakıya uçmalıdırlar, Bakıdan göndərir də baxsın. Sərhədyanın ticarət vardı, insanlar orada həm ünsiyyət vardı, qız alıb verirdilər, hamısı... Yox, qız indi də alıb verirdilər. Yox, yəni orada sərhədyanı bölgələr başqa idi. Xeyir, şər, qohumdular bir-birlərlə. Qəribə olan bir sözünüz. Qəribə olan odur ki, Gürcüstan Azərbaycanlarda, Gürcü pasportuna Azərbaycan sərhədini keçə bilirlər, amma Azərbaycan Respublikasında... Siz narahat olmalar da keçər. Keçə bilmirlər. Siz sən harada Keçə bilirlər. Yox, heç kim keçə bilmirlər. Bir Naxçıvana saxlaydı, onun Naxçıvan qeydiyyatı olanlar Türkiyəyə Mənim İsraildə 2 gün bundan qabaq bizim evdəkilər, vətəndaşlar var, Gürcüstan pasportu ilə. 2 gün bundan qabaq belə deyək, avtobusla getdilər, oradan keçdilər. Yox, Gürcüstan'da icazə edildi, mümkün deyil. Nazirlər Kabineti xüsusi qərarı olur, ya sağlığına bağlıdır, ya nəyəsə bağlı bir şey yazırlar, keçirdir. Ümumiyyətlə, Gürcüstan əsas da elə bizim bax, niyə günlərin Gürcüstan vətəndaşlarının qeydiyyatını Bakıda qeydiyyata salıb? Mən tanıdığım adamlar 20 il Bakıda yaşayır, Gürcüstan vətəndaşı. 5 il yazılır. Qeydiyyatına? 5 il yazılır. Yox, qeydiyyat deyil, vətəndaşlar verirlər də, yəni qeydiyyatlarına Əslində sərhədin bağlı olması iş adamlarına çox təsir edir. Yəni, xırda ticarətlə məşğul onlara təsir edir. Dağıstan gəlirdi, Sədrək bazarından al verilib gedirdi. Mən həm də ki, sərhədyanlı rayonlar da orada ilə bağlanırdı. Gedirdi, alırdı, gətirdi, satırdı. Amma dövlətin strateji planlarına nə qədər istəsək də müdaxilə edə bilmərik. Elə şeylər var ki, biz bilmirik. Dövlət bu qərar alır. Zərəri biz görürük ki, zərərlədir. Xeyrini gözəl hökumətinə deyir. Deməli, gəlin nəticələr haqqında sizə bəzi məlumatlar verin, onların müzakirə edir. Görün, orada məlumatlar verin. Çünki mən sənədlərin haqqında birbaşa səhv edirəm. Onu deyim ki, nəticələri məlumatlar verin. Hər halde həm statistik nəticələr, həm sənədlərin müəyyən məlumatlarımız olmalı çox yaxşıdır. Deməli, 76 ölkədə 57 mindən çox insan iştirak edir. Ben çalışıram deyiləm. 57 min adam iştirak edir. 57 min. 176 ölkədə 57 mindən çox 58 min. Onlardan da 3 milyon onlayn iştirak edir. Bu bir. İkincisi, əsas sənədi Bakı fəaliyyət çalmışdır. Yəni, bunu imzalayacaqlar. Yəni, bütün urbanizasiya ilə bağlı, inklüzivlik ilə bağlı, yəni o dövlətlər ki, təmsil olunur, yüksək səviyyədə, bilirsiniz, dövlət başçılarının iştirak edildi, müəyyən ailəli strukturlar, rəhbərlərin iştirak edildi və birlikdə bu hər kopda da belə bir hal. Yazıların kopla bağlı bir əsərdə problem oldu ki, sonda sənədlərdən imzalamaq istəmirlər, çünki orada neft ölkəsi olduğuna görə bizim başqa tələblərimiz var idi, bu mövzusudur, amma bu günlərin Azərbaycanla bağlı şükürlər olsun ki, elə bir problem olmadı, hamısı yektir qərara, o vaxtda da qərara qəbul edirlər, amma bir-iki gün o müzakirələr uzandı və bu günlərində növbəti
bununla bağlı Bakı fəaliyyət çağırışı qəbul olunub. Dünya miqyasında urbanizasiya problemləri, iqlim dəyişikliyi problemləri və eyni zamanda inklüzivlik problemlərinin qaldırılması, inklüzivlik inkişaf etdirilməsi bir sənətliyin dünya miqyasında qəbul olunması və hesab edirəm ki, tam hələ mətni açıqlamayıb, artıq sənədin imzalanması haqqında məlumat verir. Bizdən mətni açıqlama hələ ki, 3 ay bir yerdə olacaq. Bizdən tədbirlərimizin görüşürüz. Ondan o sənədin növbəti sənəd Bakı şəhər mükafatının təhsil edilməsi, sənəd əlamətlər arasında təhsil edilməsi ilə bağlı bu burada daha çox uğur qazanmış urbanizasiya problemlərinin olması, belə bir sənətdir ki, bir mükafatdır ki, uğur qazanmış şəxslərə, onlara və s. təqdim oluşacaq. Yəni, təqdimat proseslərində də məlumatlar veriləcək. Daha sonra belə bir sənət qəbul edirlər. 4SDF bu İngiliz abiyaturasının basışı var. Orada 4 əsas dayanıqlılıq, əlçatımlılıq, təhlükəsizlik və s. yanlarını belə bir sənət qəbul edirlər ki, adı 4SDF. Əsaslar bildiğimiz seyirli, əmrindən müxtəlif məqamlar var. Onlarla bağlı 4 əsas sənət qəbul edirlər ki, dünya miqyasında bütün şəhərlər üçün şamil edilməlidir. Bu da bir yeni sənətdir və Bakının dünya şəhər salma industriyasına və dünya şəhər salma təşəbbüsünə verdiyi töhfələrdən biridir. Cənab Prezidentimiz də bilirsiniz, həm açılışda iştirak elədi, həm qapanış prosesində də öz nitqini yayıldı. Söhbət ona ki, bizi də dəvət eləmişlər, hər iki prosesdə, o qədər adam çox heç prezidentin yaxından gəldi. Bu haqqında ne olmaması? Ama gəlib sənə 2 dənə qapalı var ki, başlasan konuşmuşsun. Söhbət ondan gelir. Bizim xalq elə bir ki, deyir ki, mən qaydanı pozum, heç kim mənim xətrimdən olmadı. Azərbaycandan bu problemlər, məsələn, siz deyilsi mədəniyyət burada və keçici zadı. Azərbaycanda sürücülər, avtomobil idarə edən sürücülərə haqsızlıq olur. Məsələn, avtomobil idarə edən bir şəxsi ictimai nəqliyyat kənarda saxlayıb qarşısından keçməyə çalışır. İnsan adam, insan və özü gələndə keçməlidir piyada keçidin üzərində. Gəlir avtobusun arxasından keçir, 2 avtobusun ortasına. Həmin avtomobil idarə edən şəxs gəlir bilmədən də, görmədən insanı vurur da. İnsanı günahkar çıxardır sürücü. Əslində o da günahkar sürücü olmaq. Günahkar əslində insanı vurur. İnsan ölsə belə, onun heç bir problem. Bizim onunla bağlı ictimai xətalar nəzərə, cinayət nəzərləsi orada bir şey, istənilən halda avtomobil sürücüsü qanun ama xarici ölkələrdə tutar ki, o zebra olmayan yerdə piyada keçirsə və sürücü onu maşını saxlamağa imkanı yoxsa, qaranlıqdır, onu vurursa sürücüyə qəti heç nələmir. Adam burası kimi keçirmə, sən üçün yer ayrılır, yaxud da yer altı keçir, orada keçir, qətiyə sürücünün həbs eləmək yoxdur. Baxırlar ki, həqiqətən onun imkanı olursa, ola bilər ki, su istifadə edəsindən, görür ki, qəsdənlə görür ki, piyada keçir, bu da 80 ilə yəni, adi əzraf tozunu koyun cəzalanır, bu üstündən keçir ki, əgər elə bir hal yoxdursa, o adam qəsdənlə öldürmək. Sən tormuz vermək istəyirsən, qaçırmaqsın, alınmır, vurursansa deməli, onda günahkar öləlindir. Ama bizde istənilən... Evet, Aynen Allah, o xüsusilə piyadalarda şeyler yarar, yer üstü kesinlikler yarar. İstənilən, bak, olur ki, mənim yanıma gəlir, mən hamı başa düşür ki, dövlət orqanlarında çox ağırlı adamlar var. Mesela
özü xüsusilə bu son dövrlər gənclər ki, işə qəbul olunur, öz başından gəlirlər, tapşırıqsız, dayısız, falansız. Çoxdur. Siz nəsə bir əl qaldırdınız, bizimizdən danışıb gelmişsiniz. Ben desinler ki. Buyurun. Danışın sonra mən yanımda qalacaq. Yaxşı. Mən fikrim gəlmir. Ayağa durun. Çünki görsünlər ki, yaxşı çıxış edirsiniz də. Özünü təqdim edən qalanda. Ben de şöyle. Yaddan çıxmaz. Məsəl üçün, bəzi adamlar sürücünü günahlandırırdı, amma mən həmişə işlətdiyim bir dənə avtobus var və çox gec gəlirdi. Bəzən elə olur ki, 5-6 dənə avtobus dayanacaq, mən gedirdi, 1 saatdan bir gəlir. Onun səbəbini bir dəfə soruşmuşdum, mənə demişdilər ki, kənddə əslində 26 dənə avtobus olmalıdır, amma bizim rəhbərimiz 15 dənə avtobus qoyub, yəni deyir, o səbəbdən olur. Dediyiniz problemdir. Çünki sizin ya 15% o əlavə avtobusdan yanacağı qalır cibində. Sürücülərin pulu qalır cibində. Üstəlik də 15 avtobus əlavə avtobus. Tutaq ki, 15 nəfər aparmalıydısa, indi 40 nəfər aparır. Onun pulu əlavə olur. Ona görə də bax, həmin problem ondan baxılır. Metroda indi biraz yavaş-yavaş şeylər artırırlar. İnterval 50 saniyədən bir qoyulur. Mən elimdə 50 saniyədən bir gəlir. Bir də 28 mayda sıxlıq olan vaxtda saat 6-da ən çox elə bir ki, Nərmanovun Bakının stasiyasında boş qatar Yəni bu, məsələn, tutaq ki, bu... Müəllim, hətta da belə bir şey deyim sizə, metroların məsələn, gedişatını daha çox yaxşı eləmək üçün, hətta Azərbaycan Dəmir Yol Vağzalında da belə Dərnəgül stansiyasının xəttini belə açıb qoyurlar. Yəni, yüngülləşdirsinlər deyə, ancaq metroya yük və yaxud da avtobuslara yük... Məsələn, bu Sumqayıtı və ətraf kəndlərə açılmağı çox müsbət təsir. Yəni, orada da biraz interval problemi var. İntervalı çox qoyublar. Dəmir Yol Vağzalında 12 dənə stansiya var. Mən indi Sumqayıta gedib gəldim. Və orada o qədər sıxlıq yaranır ki, yəni insanlar basa-basa qalır. Ona görə intervalı çox qoyurlar intervalı, ona görə... Kənddən gələnləriniz çox olur. Məsələn, qıraq yerlərdən o qədər gəlir, ona görə sıxlıq çox. Ona görə deyirəm ki, interval problemi məqsədli şəkildə edirlər. Dəmir Yol Vağzalında buyur. Dəmir yolunun dəqiqliyi çox yaxşı. Yəni nə vaxt deyirlərsə, həmin vaxtda gəlir. Amma məsələn metroda elə deyil. Ya tez gəl, ya yox, metroda da dəqiqliyi var. Gün ərzində 5-6 qatar gedir, gəlir, qalan başqa. Yox, metroda da biraz var. Hətta bəzi hamı bilir, xaricdə olanlar bilir. Metroda çox bütün ölkələrdə geriyə sayı var. Bizdə amma irəliyə sayı var. Və bəzilərində nə var ki, Allah xeyir verir. Yox, bir ikisində bırakmışlar ama onu axırın söndürürlər. Geriyə sayı. Bizdə nə var ki, Allah əgər bu vaxtında ümumiyyətlə insanların dəyərini öyrənməsi ilə bağlı, qanunların ciddi rəayət olunması ilə bağlı tədbirli yüksəlir. Əminəm ki, bu prosesdə bu üsullar olmalıdır. Təəssüf ki, burada müəyyən üsullar yaranır, amma mən düşünürəm ki, məhz bu üsulla bağlı tədbirçilər, dünyanın bizə olan diqqəti. Həm ölkədə axırında müsbət təsir edir, həm də belə. Eynən də sizin cəmiyyət üçün nə verəcəyiniz varsa, verin, çəkinməyin, deyin. Yəni, məqsəd bu ölkə vətəndaşlarının paytaxtımızda məmnun qalması üçün gələn qonaqlarımız müəyyən qismində məmnun qalırsa da, müəyyən şeyə məmnun qalır bilərlər. Amma məqsəd, yəni, layihə çərçivəsində də bunu ki, memarlıq bir nəfərin ağlı deyil, insanların ağlı işləyir. Ona görə də çox istəyərdim ki, sizlərin sözünü deyilə, sizlərin sualınız, fikriniz varsa deyin, yəni, sərbəst olun. Bilmirəm, yəni, ilk dəfədir bu tədbirlərdə iştirak edirsiniz, yoxsa davamlı iştirak edirsiniz. Siz nə düşünürsünüz? Məsələn, siz nə düşünürsünüz? Bu şəhərin hazırki durumu ilə bağlı, yəni şəhər arxitekturasında betonlaşma hansı faydası var? Mən deyirəm, məsələn üçün faydalı deyil. Sizlər nə düşünürsünüz? Bunun sağlığında hiss edirsinizmi? O mənada buyurun şəkil.
Ayağa durursan çəkib. Bu yaxşı düşəsində yaraşıqlı düşəsində. Bu şəhərdə olan betonlaşma yadlarını bilmək istəyirəm ki, bildiyiniz kimi şəhərdə betonlaşma olduğu halda istilik adalar yaranır. Bu da karbon emissiyasını yüksək miqdara çatdırır, onunla bərabər karbon izi daha çox yaranmağa başlayır. Və eynilə də biz məsələn bu yağıntıların hər birindən danışdıq təlim prosesi ərzində. Amma yağıntıların paylanmasına, onlara qənaət olunması, ağıl sularına formalarından, bu haqqda məsələn yağış suların düzgün istifadə olunması, bu haqqda demək olar ki, məsələn az fikir səsləndi ki, ağıl sularına sizin nələrdən istifadə etmək lazımdır ki, fermerlərin də istəyir kənd təsərrüfatında da su içkisinin miqdarı azalsın, yəni su içkisinin qarşısı alınsın və su qeyri-bərabər bir sərhəddə paylansın hər bir sektör üzrə. İstəyirəm ki, məsələn, bu mövzu bir aktual bir mövzu olaraq ortalıqda orada danışa bilərik. Sizin ixtisasınız nədir? Ekologiya. Hə, bunu görürəm. Mənim niyə ölkə üzrə yağıntıların paylanması, yağışın ölkə üzrə istifadə olunması, yağış sularının və yaxud da suların istifadə olunması haqqında danışmadım. Çünki məsələmiz Bakı Biləsuvar saatlı haqqındadır və ümumiyyətlə bu çərçivəsində biz danışırıq. Bakı şəhərinin bu arada arxitekturasına danışır. O baxımdan danışıram mən. Və şəhərdə, Bakı şəhərində yağış suyunu nəyə istifadə edə bilərik? Mən keçən dəfə dedim sizə, yağış suyu çox şeyə istifadə oluna bilər. Burada kənd təsərrüfatı, şəhər yaxınlığında kənd təsərrüfatı obyektləri olmadığına görə suvarmı istifadə olunur. Halbuki Bakı şəhəri və Abşeron yarımadası yarım səhra ərazidir və burada suya tələbat böyükdür. Böyük su layihələr gerçəkləşdirilir. Samur, Abşeron kanalı çəkilir vaxtilə, Ceyranbatan su anbarına tökülür sular, Kürdən gələn su xəttimiz var, yenə tökülür Ceyranbatana və bir neçə digər anbarlarda depolanır. Eyni zamanda Oğuz, Qəbələ, Bakı su xəttimiz var. Düşünürlər bir ara Həkəri çaylarını çəkib gətirsinlər. Ağıl almaz layihə idi və bahalı bir layihə idi ki, burada gərək yoxdur. Hələ heç deyəsən nəsə dayanırlar. Bir də dəniz suyunun duzsuzlaşdırılaraq şəhərdə istifadə olunması. Bilirsiniz, birinci növbədə Bakı şəhərində su, yağış suyu nəyə istifadə olunmalıdır? O rezervuarlar yaranmalı idi. İndi başlasan, indi olurdu. Yenə də ola bilər bu şeylər edir. Yağış suları, yaşıllıqların, parkların sulanmasında istifadə oluna bilər depolunlaraq. Amma biz bunu indi görürük, yağış suyu çoxdur. İyul ayında, avqust ayında yağış olmayacaq, hətta istidən bezmiş olacaq. Niyə yağış yağmır deyəcək? Biz belə bir xüsusiyyətə malik millətimizdə, yəni hər yerdə narazı məmnuniyyətimiz yoxdur. Bakıda yağış suları, texniki su kimi istifadə olunurlar. Yağış suyu bilirsiniz ki, daha çox distillə suyundan daha yaxındır. Bir çox sahələrdə istifadə olunurlar. Sadəcə biz bunu bir yerə yığa bilmirik. Və ya dedim mən bu barədə ki, yağış suyu gəlir, yağır Bakı şəhərinə, dolur hardasa kanalizasiya xətlərinə və yaxud da binaların damlarından kanalizasiya xətlə dolur, kanalizasiya xəttini daşırır və deyək ki, Targov dediyimiz yerdə şəhərin mərkəzində və yaxud da başqa yerlərdə gölətlər yaranır, daşqına səbəb olur və bu da anidən də istiləşmə başlaya bilər, buxarlanır qədər müəyyən mikrobların, bakteriyaların insan orqanizminə keçəcək qədər təhlükəli bir şərait idarə edən zəkalar, deyək ki, qruplar var, siyasi partiyalar var və yaxud da deyək ki, ictimai qurumlardan və s. və dövlətin birbaşa təyin elədiyi, hökumətə təyin elədiyi icra hakimiyyətləri var. Bir də var bələdiyyələr. Bələdiyyələr təəssüf ki, Azərbaycanda hələ də bələdiyyələr işlər qurulunda deyil, bu işlərin hamısını təşkil edəcək orqan varsa, o da bələdiyyə olmalı. Bələdiyyə kimlərləsə müqavilə bağlamalıdır, yanlışlıqla istifadə edilməlidir və ilahir. Siz şəhəri daşırdınız, şəhərin kənarına çıxardınız. Şəhərin kənarına çıxdığınızda yağış suları, yəni bu ilki yağıntı yoxsulluq dövrünə düşdü. Aprel-may yoxsulluq, yəni balaca bir sahənin ekosisteminə daxil olan
həşəratlar, canlılar, otlar, bitkilər, orada hamısı ondan faydalana bilir. Eynən də o meyvə ağaclarıdır. Nəticə nə olur? Suya tələbat azalır, suda israfçılıq olmur. O bir tərəfdən, keçən dəfə dedim, yenə dönüm şəhərə, biz şəhərdə də suyu düzgün tükətmirik, düzgün istifadə eləmirik. Hamı evində ərzülüyaca baxıb getdi. Sensorlu çeşmələrimiz yoxdur bizim, varsa da çox azdır. Sensorlu boş verin, özümüzdə o istək yoxdur. Yəni, əlimizi yudub bağlamaq istəmirik. Çünki suyu biz daha ucuz hesab edirik və su onu verəcəm birisi. İnanıram ki, onun qiyməti qalsa da həmən şey olacaq. Biz çimmədik, çiməncədə bərbad vəziyyətdə suyu bitirəcəyik. Bu bir mədəniyyətdir, bir kültürdür, biz bunu formalaşdırmalıyıq. Bunu da formalaşmasının səbəbi mənbəyi təhsildir. Mən keçən dəfə dedim, iqtidai təhsili olmayan bir millətin eyni sənələr, çoxlu alimlər olan hər şey olar, amma həmən milli iqtidai təhsil olmayan millətin hər zaman israfçılığı çox olur. Dəvət iqtidai milli təhsildən bağçadan 3 yaşdan başlayır, 6 sinifə keçəndə artıq bitir hər şey. Uşaqlar imtihanlarla, balaca uşaqlar, nə bilim, sınavlarla, qorxu ilə, həyəcanla yaşamırlar və yaxud da valideynlər rüşvət verin, yaşı məktəbə qoyun demin, o uşaqları yetişdirən kreşlərdə, bağçalarda, sonra iqtidai siniflərdə onlardan biraz sonra imtihan başlayacaq demirlər. Onlara öyrədirlər ki, bu bardağı necə qorumaq lazımdır, suyu necə qorumaq lazımdır. Yəni, 6-cı sinifə qədər vətən nədir, torpaq nədir, dövlət nədir, bunu anlayan uşaq 6-cı sinifdən sonra təxminən 20 il ərzində bir millətin təhsil sistemi problemi ortadan qalmış olur. O da mədəniyyətə və tasarrufa gətirib çıxardır. Yəni, Şərqiyyə xanım, o kanallarımız düzəlsə, kanallarımızda su ehtiyatlarımızda biz israfçılığı ortadan qaldırsa, Bakı şəhərində Sovet hökumətindən qalma və sonradan qurulmuş yerə yanlış su arteriyaları dəyişsə, bu dəqiqə rəsmi statistikaya görə biz neçə faiz su yetişdir var. Amma mən izah edirəm ki, hələ daha da çox, 50%-dən çoxdur ana xətlərdəki mənzilə qədər su yetişdir. O bir tərəfdən yazılmaq olsun ki, biz suyumuzu, çeşməmizi açıb evdə su götürüb içə bilmirik. Ona görə ki, suyumuz sağlıqlı deyil. Yəni, hətta mən özüm Azərsuda əvvəlki quruluşu, qurum Azərsuydu, dövlət bələdiyyə. Orada mən sual verdim ki, baxın, siz özünüz açıb o suyu içə bilirsiniz, lazım gəlsə içərik, lazım gəlsə deyil. Yəni, mən o suyu içməsəm, başqasına içməli deyiləm. Bu da bizim problemimiz. Düzdür, deyirlər, ay, maşın gücü yerlər var, filan var. İsraf oradadır. O arteriyalardadır. İsraf, keçən dəfə mən olanlar eşitdilər, dedim, qazonlardadır. Bizə İngiliz qazonu yükləmək lazım deyil. Baha qiymətə qazon alıb edirik, ona su verməsək, Səhra şəhəri Bakıda ona su verməsək, bir saat içərisində xüsusən yayda o yanıb gedərlər. Ona görə tez-tez sulanmalıdır. Baha qiymətə hökumətin Sabirabaddan bura qədər çəkib gətirdiyi və yaxud da Samurdan bura qədər çəkib gətirdiyi suyu biz atdırıb o qazona ki, yaşasın. Halbuki o qazonu yoxşanla, başqa yerli bitkilərlə əvəz edib, normal mimarisini bura verir. Həm o gözəlliyi verir bizə, yağışda, baharda gözəlliyi verir, həm də biz bundan faydalanırıq. Və yaxud da tutaq ki, yerli bitkilərə su Gələcək həyatımızda da bu məsələləri yanına gəlsin, hamısını tikib, qoyub 45 dənə cəmaatdan başlasın, məkanlar şunlara. Bir Azərbaycanlı Sabirlik sertifikatları təklif edəcəyik. Nə çatmaq istəyirsiniz, sizə götürün təklif edən əşyasının rəhbərlərini İcazət Məhəmməd Zöhrə Əhmədov. Zöhrə Əhmədova kimdir?
Təbriklər uğurlar. Sen Yusuf Ağayev. bu sırada beyaz soğanların olması. Biz soğanı ki korkmadan rənglərim hazırlandı. Yox, ben söyleyeyim. Ne? Yok yok, bekleyin. Ben çok sevindim. Yok, o şekilde Yok. Sonra Şərqiyə Cahangirova. Yaxşı. Bir də onu sən təqdim. Şems Umudova. Julaya Xəlilova. Buradan düşür də. Arada yaxınlaşdırıram, uzaqlaşdırıram. Aydan Məmmədova. Nuriyə Həmidova. Şərqiyə Cahangirova. Əli Səmədov. Ajdar Verdiyev. Jale Ağazadə. Ne oldu? Elimizden sonra. Ondan verirseniz 20 limon. Təbii ki, Ömər Qədirli. Xəyala Baxşəliyeva. Biz dedim sonra. Evet. Həvva Çölləyeva. Nurlanə Cavadzadə. Ayşə Hüseynli. Kanka. Sesli. Öyle verirsen. Sen de Zemfira Diniyeva. Rəhimə Əhmədzadə. 13 oldu.
Diana Əliyeva. Bilmiyorum. Nigar Zeynalova. Gerçi kamerayı sen de kamerayı gideceğim. Sen biraz zoom'u çekemler. Eski kimi sakın. Yok yok. Murat Qurbanov. İrada Goliyeva. Oldu 13-16 arası. Zara Akışov. Mehmet Elde gelsin. Emrah Cəbiyev. Resim yaxına get. 1.5-dən qoymuşam aslında. 1.2-dən çəkmirəm, 1.5-lə çəkirəm. Yaxın çək. Görüşün bax bunları yaxına çəkdim bunu. Birdən yaxşıdır. Ora girmək istəmirəm kadrajdan. Arzu Həsənova. Niyə elə hərəkət elədim? Qorxusam. Nəzrin Məmmədzadə. Ayla Əliyeva. Xədicə Yolçuyeva. Şahid Məmmədov. Elnarə Abdullayeva. Elnarə Abdullayeva. Zara Abbaslı. Ləman Baxşəliyeva. Asaf Hüseynov. Ələkbər Əkbərov. Təbriklər. Çox şad olduk ki, sizi tanıdıq, sizin işlərinizi eşitdik. Bəlkə bu tədbirimiz bitdi, amma bizim tədbirlərimiz yeni olacaq, fərqli mövzularda. Burada da iştirak etmək istəyirsinizsə, bizim Instagramı izləyə bilərsiniz, yeni bir məlumat verəcək, yeni qeydiyyat link açılacaq. Eyni zamanda artıq təşkilatda iştirakçı kimi yox, üzv kimi də olmaq istəyirsinizsə, layihələrin həyata keçirilməsində əməyinizin olmasını istəyirsinizsə, bizim yəni üzv qəbulumuz olacaq. Buna da müraciət edə bilərsiniz. Biz çox şad olaraq sizi təşkilatımızda üzv olaraq görsək. Bu təşkilat tədbirdə, bu tədbirdə iştirak edən ekspertlərimə təşəkkür etmək istəyirəm. Çox sağ olsunlar ki, əziyyətlə gəldilər və fikirləri sizlə bölüşdülər. Eyni zamanda sizə təşəkkür etmək istəyirəm ki, üç tədbirə gəldiniz, iştirak edəndiniz, vaxtınızı bizi ayırdınız. Hamıya təşəkkür etmək istəyirəm. Çox sağ olun ki, tədbirə gəldiniz.
Mən Yaxşı. Kollektiv Önce biz müəllim. Kollektivdən sonra. Ha, işin büyüğü yoksa. Bəli, bəli. Ya kollektiv. Gəl qalsın bunlar. Güzel kollektiv.